Prezident Administrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi onun yaxın ətrafını da diqqət mərkəzinə gətirib. Bir neçə gündür ki, media Ramiz Mehdiyevin oğlunun, qızının, qardaşı oğlunun və digər yaxınlarının yüksək vəzifələrdə təmsil olunması ilə bağlı məlumatlar yayır. Qaynarə infoya da bu istiqamətdə maraqlı məlumatlar daxil olub. Həmin məlumatlardan aydın olur ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva yalnız Bank BTB-nin əsas payçısı olaraq biznes fəaliyyəti ilə məşğul deyil. O, həm də Azərbaycan Tibb Universitetinin onkologiya klinikasında yüksək vəzifə tutur. Nigar Mehdiyeva klinikanın müalicə işləri üzrə direktor müavini və 2-ci cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifəsində çalışır. Nigar Mehdiyeva 1993-1999-cu illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Məlumatlarda iddia edilir ki, o bir həkim kimi karyera yüksəlişində Azərbaycan Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmraslanovun müstəsna rolu olub. Hətta onun dosent adı alması da keçmiş rektorun dəstəyi ilə baş tutub. Nigar Mehdiyevanın Azərbaycan Tibb Universitetinin klinikasında yüksək vəzifələrə təyinat illəri Əhliman Əmraslanovun rektor olduğu illərlə üst-üstə düşür. Bundan başqa Əhliman Əmraslanovun oğlu Tapdıq Əmraslanov Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dostdur. Onların hər ikisi Fövqəladə Hallar Nazirliyinin müavini vəzifəsində çalışır. Əhliman Əmraslanov hazırda deputatdır. O, Milli Məclisdə 67 saylı Sabirabad seçki dairəsini təmsil edir. Yazıdakı iddialarla bağlı Əhliman Əmraslanovun mövqeyini öyrənmək üçün deputata zəng etsək də telefonu açmadı.